Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Xırdalanda 11 mərtəbəli binanın ikinci mərtəbəsində Radnoy iç otaqlı. Mən sizə təqdim edirəm, gidiş hissəsindən başladıq çəkilişimizə. Girən kimi sağda bizdə yataq otağıdır, yataq dəstə var. Yəni biz orada gördüyünüz hər şey qalacaq. Qiymət də münasibdir, 800 kvadrat metrdir, kubçalıdır mənzilimiz, hörmətli izləyicilər. Mərtəbəsi cənnidir, bura mətbəxdir, mətbəx mebellər qalacaq. Kombisinə kimi var. Hər aksalladı quraşdırıldı, keçək balkon hissəsinə. Bu balkon bir şey bağlıdır. Bir balkonu var, gördüyünüz kimi. Çox gözəl bir ərazidədir. Xırdalandadır, Köynə bazarın yaxınlığındadır bu mənzilimiz. 11 mərtəbəli binanın ikinci mərtəbəsidir. Və sonra canım sizə desin, yeraltı qarajlar var, məhəllənin qabağında da maşın saxlamaq üçün yeri var. Keçək digər otaqları da göstərək, təqdim edək. Əlaqə nömrəsi profildədir, zəng edirsiniz, gəlirsiniz, baxırsınız. Bu otaqda kondisioner də var, bura qonaq otağıdır. Yəni görürsünüz, otaqların hamısı koridordan da girişli, sanitar qovşaqları da ayrı-ayrılıqdadır. Ayaq yolu ilə hamam otağı ayrı-ayrıdır var. Üzbüz də gördüyünüz hamam otağıdır. Tuş kabinə kimi var, səliqəli mənzildir, hörmətli izləyicilər. Boylarında cırıq falan yoxdur. Boyutlu mənzildir, qiymət də münasib olacaq. Zəng edirsiniz, gəlirsiniz, baxırsınız. İpotekada yaranlıdır ki, qeydiyyatda da heç kim yoxdur. Burada uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Buradan da eyvana çıxışı var, göstərək. Parka da yaxındır, əsas magistral yoluna, prospekt yoluna da yaxındır bu mənzilimiz. Zəng eləyin, gəlin, baxın. Maşallah, xeyrin versin, hər kəsin evi olsun. Sizin də satışlı evləriniz varsa bizdən əlaqə saxlayın. Tez bir zamanda satışında da köməkli edək. Hələlik bu qədər.